cəmiyyətdə xofu artırmaqdır. Repressiyanın mahiyyəti bundan ibarətdir ki, repressiya mütləq cəmiyyətdə xof yaratma effekti verməlidir. Üçüncü budur ki, hakimiyyət olduqca çətin durumdadır və bunu mən aylar əvvəl demişəm, dəfələrlə birdən təkrarlamışam son 1-2 ay ərzində. Çox çətin durumdadır və indi hakimiyyət düşünür ki, ona qarşı hansısa cəmiyyətdə qabarmalar ola bilər, etirazlar ola bilər və qorxu yaratmaq istəyir ki, mən hətta əlim çatmayan ölkə xaricindəki şəxslərə qarşı da belə addımlar ata bilirəmsə, o zaman görün ölkənin daxilindəki insanlara kimlərsə etiraz eləyərsə, kimlərsə adi çörək tələb eləyərsə, uşaq pulu tələb eləyərsə, maaş tələb eləyərsə, iş tələb eləyərsə, yəni sırf sosial tələblərlə çıxış eləyərsə, görün mən onlara nə edərəm. Mən düşünürəm ki, əsas mesajlar bunlardan ibarətdir və eyni zamanda da hakimiyyət başlatdığı həmin o biabırçı kampaniya var idi. Güya Ramiz Mehdiyev hansısa dəstəsindən çevriliş eləyir, çevriliş hazırlayır. Təbii ki, o iflasa uğradı və əvvəlcədən də demişdim ki, bu iflasa uğrayacaq. İndi çalışırlar bax, bu məsələlərlə yeni gündəm yaratsın.